Bədən nə üçün maye saxlayır? İnsan hərəkətsiz olanda, bədən hərəkətsiz olanda maye saxlayır. 1. Düzgün yuxu yatmayanda, kortizol miqdarı yüksələndə, yuxu rejiminiz normal şəkildə olmayanda bədən maye saxlaya bilir. 2. Hormonal dəyişikliklər zamanı xanımlarda, sırf məsəl üçün menstruasiya dövründə progesteron miqdarı, estrogen miqdarı bədəndə dəyişdiyi üçün maye saxlaya bilir. 3. Qalxana bənzər vəznin hormonlarında və qalxana bənzər vəznin funksiyasında deməli problem yaşananda, TSH miqdarı qanda qalxanda, deməli insan bədən maye saxlaya bilir. Ondan sonra ürək xəstəlikləri zamanı, böyrək xəstəlikləri zamanı ayaqlar şişir, aşağı ətraflar şişə bilir, ümumilikdə bədən şişə bilir. Bu 4. Allergik reaksiyalar zamanı, nəyəsə də allergiyanız olanda, nəsə də düzgün istifadə etməyəndə bədəniniz şişə bilər. Bu 5. Düzgün qidalanmayanda, çoxlu duz istifadə edəndə, çoxlu duz istifadə edirsiniz, maye bədəndə toplanır. Çoxlu şəkərdən istifadə edirsiniz, karbohidrat tərkibli qidalardan çox istifadə edirsiniz, bədəninizdə maye toplanır. Budur.